Ben Azərbaycan Respublikasının bu ağır devrində bu yükü özlərimə götürmüşəm. Götürmüşəm ona görə ki, öz bacı qardaşlarıma, öz doğma vətənimə, doğma vətəndaşlarıma, doğma torpağıma xidmət edir. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacaq. Bugün əminliklə bu barədə deyə bilərəm ki, əgər o bu yükü Azərbaycana görsəydi, o şad olardı. Əminəm ki, onun ruhu şaddır, çünki bugünkü Azərbaycan onun əsəridir.